Salam əziz izləyicilər, həvəskar, təbiət və biologiya sevərlər. Bugün sizlərlə yeni bir biologiya izah videosunda qarşınızdayım. Deməli, bugünkü mövzumuz kök olacaq. Ondan qabaq ilk öncə gəlin vegetativ orqanların nə olduğuna nəzər salaq. Deməli, çiçəkli bitkinin orqanları bölünür iki yerə: vegetativ və generativ. Vegetativlər kök, gövdə və yarpaqdır. Generativlər çiçək, toxum və meyvədir. Generativlər daha çox çoxalmaya yönəlirlər, onun funksiyası odur. Vegetativlər də məsələn qidalanmasınadır, dayaqdır, onlara kömək edirlər. Hərəsinin öz işi var. Deməli, mən də bugün məhz sizə kökdən danışacağım. Sonra da yavaş-yavaş gedəcək proqram üzrə. Deməli, kökün əsas və əlavə funksiyaları. Məsələn, kökün əsas funksiyalarını mən deyə bilərəm dayaq, yəni mexaniki funksiya. Dayaq funksiyası odur ki, yəni bitki torpağa bərkiməlidir ya yox. Bitkinin torpağa bərkinilməsi onun elə dayaq funksiyasıdır. Bir də məsələn, elə bitkilər var ki, kökləri onların havada və yaxud da suda inkişaf edirlər. Məsələn, su gülüdür, elodeyadır. Bunlar məsələn də mexaniki funksiya yerinə yetirmirlər. Yazıram su gülü və elodeya. Bunlar mexaniki funksiyanı yerinə yetirmirlər. Deməli, indi baxırıq. Sorucu funksiya əsas bu ikisidir. Bu üzvü və qida maddələrinin ötürücü borularla ötürülməsidir, digər orqanlara çatdırılmasıdır. Əlavə funksiyaları, məsələn, mən deyə bilərəm vegetativ funksiyası ki, vegetativ çoxalmaya xidmət edir. Qısa deyirəm hamısını. Üzvü maddələrin sintezi, onlar məsələn alkaloiddir, hormondur, onların sintezinə əsaslanır. Bir də simbiotik var. Simbiotik elə yumrucuq bakteriyalardır. Məsələn, kökdə bir yerdə yaşayırlar, simbioz əmələ gətirirlər, odur. Bir də ehtiyat qaldı. Ehtiyata da deyə bilərik ki, məsələn, elə bitkilərin kökləri var ki, onlar ehtiyat qida maddəsi toplayırlar və orqan olaraq ehtiyat qida maddəsi toplayan orqan olurlar. Bunlardır. İndi gəlin baxaq. Kökün növləri var. Kökün 3 dənə növü var. Əsas, əlavə və yan köklər. Əsas, əlavə, yan köklər. Baxırıq. Əsas kök. Birincisi toxumla çoxalan bitkidə olur. Və əsas kökdən üzr istəyirəm, rüşeym kökçüyündən inkişaf edir. Toxumun rüşeymi olur. İndi birazdan növbəti dərslərdə danışacağıq. Amma bunu hələ əzbərləyin ki, rüşeym kökçüyündən inkişaf edir. İndi davam edirik. Keçirik əlavə köklərə. Əlavə köklər isə gövdədən və yarpaqlardan inkişaf edirlər. Yan köklər isə əsasdan, əlavə və yan köklərdən. Bu üçündən inkişaf edir. İndi gəlin şəkillə çəkək görək necə olur. Çəkirik kökümüzü, belə uzun əsas kökdür bu. Bu əsas kökdür. Bu kənarlardan çıxanlar yan köklərdir. Bu isə əlavə köklərdir. Deməli, əsas kök rüşeym kökçüyündən inkişaf edirdi. Yan köklər həm əsas, həm əlavə, həm də yan köklərin özlərindən inkişaf edirlər. Əlavə köklərdə gövdə və yarpaqdan. Hardan bilərik? Baxın, görürsünüz, kök buradadır. Deməli, bu gövdədir, əslində kök buradır. Bu əslində gövdədir. Gövdədən əlavə kök inkişaf edir. Yəni, gövdə və yarpaqlarda çıxa bilər. İndi gəlin sistemlərə baxaq. Kökün deməli 2 dənə kök sistemimiz var. Mil kök sistemi və saçaqlı kök sistemi. Gəlin baxaq ki, bunlar necədirlər, necə görünürlər. Mil kök sistemi, çəkirəm bunları. Mil kök sistemi, baxın, bir dənə əsas kök görünən olur. Qalın olur və görünür. Yəni seçilir digərlərindən. Belə bir şey olur.
Yox, amma saçaqlıya baxırıq. Saçaqlı çoxlu kök olur. Ya əsas kök burada yox olur, ya da o qədər nazikdir ki, yəni bu normal digər əlavə və yan köklər kimi görünür deyə onu seçmək olmur. Gəlin qırmızıdan yazaq ki, bunların nümayəndələri hansılardır? Mi kök sistemində əsas kök yaxşı inkişaf eləyirdi və digər köklərdən də rahat seçə bilirəm mən onu. Və iki ləpəli bitkilərdə olur. Amma saçaqlı kök sistemində isə birləpəllər olur. İki ləpəli və birləpəlləri gördük, birləpəllər də saçaqlı olur. Məsələn, belə yadda saxlaya bilərsiniz ki, Günəbaxan məsələn, əsas yadda qalın. Günəbaxan iki ləpəlidir və o mildir. Deməli, Günəbaxan iki ləpəlidir. İki ləpəllər mildilərsə, qalanları saçaqlı olacaq. Deməli, birləpəllər saçaqlıdır. Amma istisnamız var təbii ki də. İstisnamız da ondan ibarətdir ki, bizdə bağayarpağı bitkisi var. Bağayarpağı. Və bağayarpağı bitkisi bu iki ləpəli bir bitkidir. Amma nədir? Saçaqlı kök sistemidir. Biz dedik ki, saçaqlılar bir ləpəli olur. Amma bu iki ləpəli olduğu üçün, iki ləpəli olduğuna baxmayaraq saçaqlı kök sistemidir. Yəni, əsas kök onda seçilir. Sonra, deməli, gəlirik biz kökün zonalarına. Kök zonaları. Burada biraz yadda saxlamalı məqamlar var. Deməli, mən böləcəm bunu 4 yerə. Kökün 4 dənə zonası var. 3-4. Aha, yazıram. Ötürücü zona ən üstə yerləşir. Ötürücünün altında gəlir sorucu. Sorucunun altında gəlir böyümə. Ən altda yerləşir bölünmə zonası. Və burada plus kök üsküyü olur. Kök üsküyü bir zona deyil. Zona deyil. Amma hissədir sadəcə. Gəlin elə kök üsküyündən başlayaq. Onun çoxlu törədici toxumaları olur. Bunları da bir dərs ümumiyyətlə əsasları danışacağım. Biologiyanın ilk anlayışlarını, sistematik kateqoriyalardır, Lamarck'ın yaratdıqlarıdır. Onların hamısını danışacağıq. Toxumalardan danışacağıq sizə, bitki heyvan toxumalarından. İndi bu mövzumuz o deyil deyə danışmıyorum. Türədici toxuma qısaca deyim ki, yeni hüceyrələrə başlanğıc verən bir toxumadır. Yeni hüceyrələrə başlanğıc verir. Yeni hüceyrələrə başlanğıc verir bu toxuma və eyni zamanda kök üsküyünü, kökü zədələməkdən qoruyan kök üsküyüdür. Yəni kökün ucu məsələn böyüyərkən, daha dərinə gedərkən zədələnə bilər. Çünki aşına bilər. Torpaq aşındıran bir materialdadır axı. O aşına bilər. Aşınmaması üçün də kök üsküyü deyə bir zona, belə hissəmiz var. Bölünmə zonasında olur kök üsküyü. Əmici tellərdən danışacağım sizə. Deməli, baxırıq, ən üstə gəlin, baxaq yenə də. Ötürücü zona o deməkdir ki, yəni bu sorucu zonadan gələnlər ötürülür yuxarıya. Bura aslında torpaqdır. Bura torpaqdır. Belə deyim sizə. Burada su və minerallar olur. Su və minerallar, suyu biz özümüzlə tökürük. Torpaqda da olur, quru torpaq olmadıq təqdirdə və minerallar. Minerallar da torpağın özündə olur, minerallı torpaqlar olur. Yəni kalyumdur, fosfordur, azotdur, bunlar olurlar, bu gübrələrdə də olur. İndi birazdan onları da danışacağım sizə. Deməli, ötürücü zonada əsas bunlardır ki, sorucudan gələnlər ötürücü, onlara sorucudan gələnlər qaldırır yuxarı, gövdəyə və yarpağa ötürür ki, onlar da ac qalmasınlar, onlar ölməsinlər deyə. Və bölünmə nədir? Bölünmə ilə məsələn belə yadda saxlaya bilərik ki, kök üsküyü bizdə bölünür axı, bölünməlidir də. Törədici toxuma bölünərək yeni hüceyrələrə başlanğıc verir. Bölünməlidir ki, bu zədələnəni kök üsküyü də zədələnməlidir. Dəmir deyil ki, bu nazik bir qatdır. Bu zədələnəndə bu yenidən yaranır. Amma məsələn kök yenidən zədələnəndə yarana bilmir. Ona görə bu elə bir ki qapaq kimidir də. Amma bunun özü də zədələnir axı. Bunun özü zədələndiyi üçün bu təzədən yaranır və bölünməli olur hüceyrələr ki, yenisi yaransın. Böyümə zonası.
Bölünmə zonası əslində belə deyə bilərəm ki, buradakı hüceyrələr bölünürlər, yenə bölünürlər. Bölünə-bölünə, artı-artı, çoxala-çoxala bitki, yəni kök əsasən buradakı hüceyrələrin böyüməsi, bölünməsi hesabına boyatır da. Və sorucu zonaya keçirik. Sorucu zonada belə deyim, əmici tellərimiz olur burada. Bu su və minerallar udur, ötürür, ötürücü zonaya. Ötürücü zonada adı üstündən ötürür yuxarılara. Və əmici tellərdən danışaq. Onların ömürləri 10-20 gündür. Yəni onlar 10-20 gün yaşaya bilirlər sadəcə. Və 10 bir də yəni 10 deyə bilərik əslində. 10 millimetrdən az olurlar. Yəni çox olmurlar da. Çünki ömürlər də azdır. 10-20 günə də maksimum elə 10 millimetr, 12 millimetrə qədər boyata bilirlər. Çox boyata bilmirlər. Deməli, davam edirik. Belə deyim ki, qısa burada da yenə məlumatlar verəcəm ki, ən iri kök boruları. Kök boruları nədir? Yenə ötürülməsi üçündür. Yenə də su və minerallar burada əsasdır ki, kök burada ona görə böyük rolu var kökün. Çünki bunların hamısını kök eləyir. Kökdəki ən iri kök boruları kimdə olar? Təbii ki də boranlıda olacaq. Bunu da yadda saxlayaq, unutmayaq. Daha sonra, yəni bu deməkdir ki, bunu biz gözümüzlə aydınca görə bilərik kök borusunu. Kök borusu daha çox əmici tellərdən də biraz içəridədir deyə onu görmək biraz çətindir. Amma əleyhbənzər borularının yanında olduğu üçün biraz görmək çətindir də. Kök təzyiqi məsələn, kök təzyiqi yarpaqların qüvvəsi olur, sorucu qüvvəsi. O sorucu qüvvə qaldırır yuxarı. Çünki bilirik ki, yerin mərkəzi buradır, torpaq da buradadır. Torpaq buradadır. Burada yer kürəsi, yəni cazibə qüvvəsi buradadır. Yer kürəsi əslində belə bir şeydir, biz içində yaşayırıq. Bura cazibə qüvvəsidir. Cazibə qüvvəsi suyu öz tərəfinə çəkir. Çünki biz suyu yerə tökəndə görürük ki, su öz tərəfinə çəkir. Sorucu qüvvə nədir? Sorucu qüvvə nəticəsində kök təzyiqi yaranır. Kök təzyiqi çox olursa, qalxır yuxarı. Axı gövdə yarpağa ehtiyac suya tələbatı var. Onun suya tələbatı olduğu üçün artıq qalxır yuxarı. Nəyin sayəsində? Kök təzyiqi. Kök təzyiqi sayəsində sağ olsun ki, böyük kömək eləyir, qalxırlar yuxarı. Və bitki ölmür, yaşamağa davam edir. Daha sonra eyni zamanda suda həll olur. Bu mineral maddələri, məsələn, kaliumdur, fosfordur. Bunları belə maddə halında götürə bilmir. Yəni belə kubik-kubik, dairə-dairə götürə bilmir kürə formasında. Bu onları suda həll olmuş vəziyyətdə götürür. Suda həll olur ki, su ilə bir yerdə özünü çəkir. Niyə dedim bayaq? Su və mineral maddələr su ilə bir yerdə götürür. Ümid edirəm başa düşdünüz bunu da. Və belə qidalanmaq da sudakı mineralların udulması da yeraltı qidalanmadır. Torpaqdan da əsl deyə bilər. Torpaqdan alaraq qidalanma, yeraltı qidalanma bunlardır. Və gəlirik kökün şəkil dəyişmələrinə. Şagirdlərin ən çox unutduğu budur. Kökün şəkil dəyişməsi. Deməli, bu kökdə neçə dənə şəkil dəyişmə var? 7 dənə. 7 dənə şəkil dəyişməmiz var. Gəlin yazaq. Həmişə birinci meyvə kökdən başlayıram mən. Bir çox vəsaitdə də böyük ehtimal elə veriləcək. Bax, meyvə kök yenə yazdınız bura. Kök yumruları yazırsınız bu səfər. Kök yumrularını yazdınız. Yumru. Yumrudan yazırsınız. Bakteri yumrucuqları. Yenə yumru. Yumrucuqları. Sonra gəlirik. Kök qarmaqcıqları. Kök qarmaqcıqları. Hava kökləri. Hava köklərindən yadda qalacaq ki, tənəffüs köklərini yanında yazacaqsınız. Hava, tənəffüs. Tənəffüs kökləri. Baxım görüm hansı qaldı? 1, 2, 3, 4, 5, 6. Bir də dayaq köklərimiz qaldı. Banyan. İndi əsas əslində məsələn, onları əzbərləmək biraz rahatdır. Əsas məsələ onların məsələn
Meyvə kök məsələn deyərik ki, əlavə kökün tutan ki, amma əsas kökün şəkli dəyişməsidir. Meyvə kök əsas kökün şəkli dəyişməsidir. Amma məsələn meyvə kökdən hansı köklər inkişaf edir? Yan və əlavə köklər. Əsas bunları yadda saxlamaq lazımdır. İndi bunları sərgəli bir şəkildə dəftərinizə yazsaz, yadınızdan çıxmayacaq. Çıxanda da mən məsələn yadıma çıxanda mən açıram dəftərimi oxuyuram, yadımda qalır. Yəni bir dəfə qəşəng öyrənəndə, təkrar eləyəndə imtahana qədər 2 il hazırlaşırıq da, 10-11-ci sinifə hazırlaşırıq. Ona qədər insanın yadından çıxma ehtimalı yoxdur. Birinci nümunələrini deyəcəm, sonra o nüanslarını deyəcəm. Deməli, yer kökü yazmıram, yəni. Yer kökü biraz uzundur. Kök, yəni eyni şeydirlər də, narahat olmayın. Amma yer kökü də olsa götürməyi unutmursunuz. Turp, çuğundur, bir də nə olar? Şalğam. Yadıma düşdü. Şalğam. Gəlirik, keçirik kök yumrularına. Kök yumrularına deyə bilərik ki, qaymaq otunu, qaymaq otu, bir də georgin. Gələcək bakteri yumrucuqları. Bakteri yumrucuqları biz keçəcək paxlalı bitkilərdə olur. Kitabda görərsiniz birdən, hələ keçilməyib də o. Paxlalılar fəsləsi var. Onların adı kəpənək çiçəklər fəsləsidir. Kəpənək çiçəklər fəsləsi görsəz, seçirsiniz mütləq. Məlumat verəcəm sonra hamısı haqqında. Kök qarmaqsıqlarını nümunə göstərirəm. Bir dənədir elə daş sarmaşığı. Sonra hava köklərini gəlir. Səhləb. Tənəffüs köklərinə isə söydü deyirik. Güvən kitabında səhvləmirəmsə yox idi. Amma mən bir yerdən də məlumat toplamışdım. Başqa bir Landau'nun kitabı var idi, mən oxuyanda görmüşdüm orada. Mangroydu, qamış idi. Bir də qarğı. Qarğı, manqoro, qamış, qarğı. Bunlar da göstərə bilərik. Bunlar tropik meşələrdə olurdular. Tropik meşələrdə böyüyürdülər. Rütubətli yerlərdə olurlar bunlar. Ona görə orada da artıq torpağın üstünə çıxır köklər. Bu torpaq deyil, köklər artıq torpağın üstünə çıxırlar. Ona görə tənəffüs kökləri adlanırlar. Aha, bunu silək, səliqəli olsun. Bir də qaldı bizdə dayaq kökləri, banyan. Buna eyni zamanda yeriyən köklər deyirlər. Unutmayaq bunu da, yəni orada məsələn deməz dayaq kök, deyər yeriyən kökləri müəyyən edin. Yeriyən kök adı ilə adı altında olan bitkini müəyyən edin, banyan seçəcəksiniz. İndi gəlin əsas məsələmizə baxaq. Meyvə kök. Meyvə köklər əsas kökdən inkişaf edirlər. Əsas kökdən əmələ gəlirlər. Əmələ gəlirlər. Amma oradan, buradan yan və əlavə köklər inkişaf edir. Yəni, belə başa salın. Baxın, kökdür. Kökdür, yerin altındadır. Bu kök gördüyünüz kimi əsas kökü var. Biz əslində yer kökünün kökünü yeyirik, yarpaqlarını yemirik və ya gövdəsini yemirik. Biz yer kökünün kökünü yeyirik. Torpağın altında olan hissəsini yeyirik. Bu, onun əsas köküdür. Əsas kökündən əmələ gəlir də yer kökü. Əlavədən əmələ gəlir ki, uzun qalın olan ən böyük hansıdır? Ən görünən əsas kök. Oradan əmələ gəlir. Yer kökündən nə əmələ gəlib? Yan və əlavə köklər əmələ. Yəni yer kökündən çıxmağa başlayır da yan və əlavə köklər. Bu o deməkdir. Ona görə hamısını izah eləməyəcəm. Birində izah elədim ki, başa düşün. Ən azından başa düşərək öyrənməyə çalışın. Bu hissələr birazcık qəlizlər. Deməli, kök yumruları. Kök yumruları yan və əlavə köklərdən əmələ gəlirlər. Amma oradan yan kök inkişaf edir. Yalnız yan kök. Sonra gəlirik bakteri yumrularına. Bakteri yumruları yan köklərin genişlənmiş hissələrində olur. Orada simbiyoz, yumrucuq bakteriyalar əmələ gəlir, simbiyoz əmələ gətirirlər və yumrucuq bakteriyası əmələ gəlir orada yan kökdə. Deməli, yan kökün şəkil dəyişməsidir. Amma burada məsələn kitabda verilməyib.
Kitablarda mən heç görməmişəm ki, versin ki, buradan nə əmələ gəlir, hansı köklər inkişaf edir, verilmir. Hamısında olmaya bilər. Yəni abituriyent proqramına salınmır. Kitabları da ən çox, baxın, əsas meyvə kök düşür. Meyvə kök, yəni əsas meyvə köklə kök yumrucuqları da əsas olanlar. Kök qarmaqcıqları. Məsələn, kök qarmaqcıqları əlavə köklərin şəkilləşməsidir. Əlavə köklərdən əmələ gəlirlər. Və nə qaldı? Baxaq görək nədir bu? Hava kökləri. Hava kökləri yoxdur, tropik meşələrdə olurlar və hava deyəndə də elə suyu udmağa kömək edir. Hansı su? Tropik meşələr rütubətli olur. Rütubətli olan yerdə yağış çox olur. Yağış suyunu udmağa kömək edir. Deməli, baxaq hansı qaldı? Bunlar getdilər. Qaldı tənəffüs kökləri. Tənəffüs kökləri dedim, kök suyun üstünə çıxır. Burada da elə bir qayda bayaq dediklərim kimi yoxdur. Dayaq köklər də yeriyən köklərdir və əlavə köklərin şəkil dəyişməsidir. Yəni bunlar da tropik bitkilərin gövdələrində əmələ gəlirlər. Yəni əlavə köklərində əmələ gəlirlər. Torpaq və gübrələrə keçəcəm. Ən çətini əslində buraydı. Ulduz qoyuram. Bura çətindir biraz. Bunlar əslində biraz da bu çətin idi. Bunlar rahatdılar. Əzbərlisiz yadda qalanlardır. Əsas bunları da öyrənmək. Əsas da elə bunlar təşkil edirlər. Bunlar çox baş qatmırlar. Bunlar baş qatan olurlar. Baş aldadıcı olurlar. Baxırıq indi torpaq və gübrələrə və bitiririk. Gübrələr. Gübrələr nədir? Gübrələr ümumiyyətlə, məsələn, tutalım ki, bitki bir panikdədir. Bu bitki yetərincə böyümür. Yəni, istənilən nəticəni ala bilmirlər. Və yaxud tutalım ki, çiyələkdir. Çiyələk gec böyüyür. Məsələn, yayda məsələn, çiyələk çox olmur. Amma məsələn, tutalım ki, yayda böyüməliymiş, ya yazın axırında böyüməliymiş. İstəyirlər ki, yazın əvvəlində böyüsün ki, satsınlar, pul qazansınlar, daha çox qazansınlar, ziyan olmasın da çiyələklər. Olan eynilə gübrələrə başvururlar və gübrələr onlara əlavə mineral onsuz da alır torpaqdan. Amma yetəri qədər alır əslində. Lakin onların istədikləri qədər almır deyə onlar əlavə mineral verirlər. Və gübrələr iki yerə bölünür. Üzvü gübrələr və mineral gübrələr. Üzvü gübrələr peyindir, quşsuludur, torfdur. Bir də məsələn deyirlər, heyvan öləndə məsələn onun sürüntüləri, onun qalıntıları daha torpağı münbitləşdirir. Heyvanlar ölümü məsələn torpağı münbitləşdirməyə kömək edir. Üzvü gübrələr elə heyvan qalıntıları, bitki əslində bitki qalıntılarında deyə bilərəm mən. Və mineral gübrələr bölünür. N, P, K. Kimyadan hər halda bilirsiniz 4-cü qrupluq. Azot, fosfor, kalium gübrələri. Hərəsinin də ayrı bir funksiyası var. Məsələn, P, yəni fosfor gübrəsi payızda olur. N və K gübrələri yaz və yay aylarında verilir. Yaz və yay aylarında verilir. Eyni zamanda, tamam, başa düşdüm. Üzrü sayın. Yaz yayda N və K idi, P də payızda. Elə mən belə yadda saxlayırdım elə P, payız. İndi baxırıq, əsas bunlar deyil. Əsas bunların hansı funksiyaya işə yaradıqlardır. Bunu uyğunlaşma testi olaraq mən güvəndə görmüşdüm. Gövdə və yarpaqların, yəni kökdən başqaki vegetativ orqanlara azot gübrəsini tövsiyə edirlər. P, çiçək açmaq üçündür. Meyvə və generativ orqanlar üçündür. Kalium isə soğanaq, sonra nə deyə bilərəm? Soğanaqdır əsas. Deyə bilərəm gövdə yumrusu və meyvə kök. Yadıma düşdü. Meyvə köklər. Bu üçünün böyüməsi üçündür, inkişafı üçündür. İnkişafını dəstəkləyir də elə bil ki. Deməli, bugünkü mövzumuz kök oldu. Gəlin və biologiyanın əsas anlayışlarını izah edəcəm. Ümid edirəm bəyənərsiniz videonu. Sağ olun, salamat qalın, növbət dərslərdə görüşənədək. Kanala abunə olmağı və like atmağı unutmayın.